Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Bugün də çox maraqlı bir mövzumuz var. Ucuz avtomobillər, gizli qalan məqamlar və əlim yandıda satılan avtomobillər, eləcə də orada sizin bilmədikləriniz. Qonağım Tural Avtoservis 023-ün rəhbəri, eləcə də avtomobillər üzrə ekspert Tural Ustadır. Tural Usta, bir daha xoş gördük sizi. Avtomobil almaq istəyən, satmaq istəyən, yaxud da avtomobildə düzgün qərar vermək istəyən, seçimi düzgün etmək istəyənlər, gözünüz, diqqətiniz, fikriniz ARB-də olsun, Magazin Plus-da olsun, Tural Usta açıqlayacaq. Bəs hansı avtomobillərdə o yürüyüşü geriyə çəkmək olur? Mən bilirəm ki, eləyənlər var. Demək olar ki, 90% avtomobillərdə olur. Bu birinci növbədə cinayət işdir. Bəli. Azərbaycan Konstitusiyasına əsasən. Bəs bunu biz necə bilək? Əgər hər hansı bir avtomobildə dələduzlular tərəfindən olaraq, əlimyandı tərəfindən, alverçilər tərəfindən olaraq maşının yürüşünü geriyə çəkib avtomobil satışa çıxarılırsa və o alğı-satqıdan sonra aşkarlanırsa, Azərbaycan Konstitusiyasına uyğun olaraq böyük məbləğdə cərimə və iş düşür o həmin insanlara. Birbaşa olaraq bundan qaçmaq lazımdır. Onu o halda ancaq təyin etmək olur avtodiaqnostika vasitəsilə. Avtodiaqnostika vasitəsilə bunu təyin eləmək olur. Təyin eləmək olur ki, siz alıb satdığınız avtomobillərdə müəyyən bir probeldə əsasən o çəkiləndə də 100-150 min maşın var ki, arxaya çəkilir. Həqiqətən də çox çətindir həm maşın almaq, həm maşın satmaq. Bugün də mən bilirəm ki, maşın alıcıları çoxalıb, demək olar ki, çoxdur. Bizim Tural Ustanı bugün bu rubrikaya dəvət etməyimizin ən böyük səbəbi də etibar, güvəndir. Yəni, etibar etməliyik ancaq bax, belə peşəkar insanlara. Tural Usta, bu günləri şəhərə gələnlər, avtomobil alanlarımız çoxdur. Ümumiyyətlə, bax, bu ay, gələn ay avtomobil almaq məsləhətdirmi? Həm qiymət baxımından, həm bu əlim yandıların satdığı avtomobillər mi deyim? Ümumiyyətlə, necə məsləhət görürsünüz bir avtomobil eksperti kimi? Mən deyərdim ki, siz avtomobil almaq, satmaq istəsəz, o vaxtla, zamanla deyil, hansı ayda alacam, hansı vaxt alacam, hansı zamanla uyğun deyil. O düzgün seçim, avtomobil alğı-satqı zamanı düzgün təyin olunmuş yerdə düzgün seçim, düzgün ekspertlər tərəfindən, düzgün tanınmış servislər tərəfindən həyata keçirilirsə, onun bu ay, gələn ay vaxt baxım orada bir böyük rol oynamır. Sadəcə keyfiyyətli, düzgün seçim və düzgün insanla seçim etmək. Düzgün insanla seçim etmək lazımdır ki, sabahlarım orada problem olmasın. Hətta belə bir, mən sizə həqiqətləri də deyim ki, maşın alğı-satqı zamanı öncədən servisimizə zəng gəlir ki, mən sizə maşın gətirəcəm, sizin əlavə hörmətinizi edəcəm. Ümumi maşın alğı-satqı zamanı kat olur. Bunun, yəni, bura nələr daxildir? Bunun daxili yanması, surətlər qutusu, alt işlə hissələri ümumi yoxlanılır ki, alğı-satqı zamanı biz müştəriyə ideal bir maşın təhvil verilməlidir. Zəng gəlir ki, mən sizin əlavə hörmətinizi edərəm də, ora gəlsəm olar. Siz bəzi şeylər var ki, onları vurğulamayasınız orada. Bu cür hallarla demək olar ki, hər gün qarşılaşırıq. Təşəkkür edirəm, çox gözəl açıqlamalar oldu. Tural Usta, məsələn, bu günləri hansısa bir bölgədən, tutaq ki, Müşfiq bəy gəldi və bu problemlə rastlaşıb. Gəlin, indi biz bu problemdən çıxış yolu axtaraq. Nə etməlidir? Elə üzünüzü kameraya tutub, mən istəyirəm bir müraciətinizi eləyəsiniz, bir maariflənmə olsun insanlar üçün. Yəni, nə etməlidir? Yəni, bundan sonra tutaq ki, buna artıq üzləşib bu problemlə, alıb, avtomobilində bu problemləri yaşayıb, əlim yandı şəklində alıb, problemi yaşayıb. Bundan sonraki addımı nə olmalıdır? Birbaşa olaraq bu alğı-satqı zamanı həyata keçirilən mərkəz hardadırsa, siz avtomobil oradan alınmısınızsa, əlbəttə ki, satan tərəf yox, alan tərəf uduzur əksər hallarda. Burada birbaşa cavabdeh şəxs, rəhbər kimi görürsünüzsə, məsuliyyəti də o insan daşımalıdır. Əgər siz orada alğı-satqı zamanı öz aranızda razılığa gəlmişsinizsə, siz icraçı kimdirsə, alğı-satqını edən, siz kimi tanıyıb ondan maşın almışsınızsa, o ortada belə deyim, bir-birlərinə calaqçı deyirlər.
alan da pul verir, satan da pul verir. Səbəbkar kimdirsə, o maşının texniki vəziyyətinə cavabdeh olan şəxs kimdirsə, siz ondan tələb etməlisiniz. Və Allaha min şükür olsun ki, bugünkü gündə qanunvericiliyimizə əsasən də olaraq burada belə bir qanunumuz icazə vermir ki, bizim konstitusiya icazə vermir ki, siz orada maşın alacaqsınız və sizi aldatmış olacaqlar. Gedəndən sonra maşının motoru dağılacaq və yaxud 1000 manat, 2000 manat müəyyən bir avtomobilə uyğun olaraq sizin orada xərcə düşmüş olacaqsınız və siz bunu maşın sahibindən tələb etməyəcəksiniz və yaxud alacağınız yerdən tələb etməyəcəksiniz. Qayda var, qanun var. Allaha şükürlər olsun. Siz müraciət edirsiniz buna, qanuni tərəfindən də buna baxış keçirilə bilər və razılıq əsnasında da olaraq siz bunu cavabdeh şəxs duran kimdirsə ondan tələb edə bilərsiniz. Əla, əla cavab. Məncə çox da elə sizin üçün lazım olan, vacib olan bir cavab oldu. Qeyd edeyim ki, hazırda qonağım avtomobillər üzrə ekspert, Tural Avtoservis 023-ün rəhbəri Tural Ustadır, öz işini bilən peşəkar ustamız. Tural Usta, Instagramımızda artıq sizin videolarınız və digər verilişdən olan parçalar paylaşıldı və bizə bir çox suallar verildi ki, Tural Ustaya həmin suallar təqdim olunsun. Biz aralarından bir neçəsini seçdik. İstəyirəm elə seçdiyim suallardan birini sizə təqdim edeyim. Artıq 2 ildir, 3 ilə yaxındır ki, Azərbaycanda Çin avtomobillərinin bazarı artıb, yəni sürətlə artır, alıcısı çoxalır. Amma insanları qorxudan bir məqam var. Birdən mən ehtiyat hissəsini tapa bilmərəm. Yəni xarab olduğu nasaz halında avtomobilin ehtiyat hissəsini, Çin avtomobilin ehtiyat hissəsini tapa bilmərəm. Yəni bunu haqqında nə deyə bilərsiniz? Bunun haqqında onu bildirə bilərəm ki, bu bir müddət bundan əvvəl, deyərdim çox yox, bir il bundan əvvəl kimlərisə Çin avtomobilləri almaq istəyən bir şəxsləri düşündürə bilərdi. Ciddi bir nasazlıq ola bilərdi, narahatçılıq ola bilərdi. Amma bugünkü gündə Azərbaycanda Çin istehsalı olan avtomobillərin hər birinin A-dan Z-yə kimi onun ehtiyat hissəsinin tapılması mümkündür. Bunu birinci özümüz icra edirik. Bizdə istənilən avtomobil ehtiyat hissəsini həyata keçirdə bilərsiniz, tapa bilərsiniz tam qarantili şəkilində. İkinci növbədə ikinci əl ehtiyat hissələrini də tapmaq olar, təzələrini də, yenilərini də tapmaq olar, birinci əl parçaları da tapmaq mümkündür. Və qaldı ki, o avtomobillərin idarə etməsinə, onun komfortu, yanacaq sərfiyyatı, keyfiyyəti baxımından digər avtomobillərdən üstünlükləri olduğu halda məlum məsələdir ki, hər gözəlin bir eybi olduğu kimi bu maşınların da özünə məxsus olaraq öz zəif yerləri olur. Onların ABS sistemləri zəif olur, müəyyən bir avtomobillərə baxanda, batarya sistemləri əgər yağış suları altında qalarsa, keçərsə deyil, qalarsa. Misal üçün, Azərbaycan bölgələrində müəyyən yerlər vardır ki, yağıntılar zamanı olaraq orada yağışlar gəldi, orada maşın sahibləri saxlayıb getmişdi, o orada günlərlə yatmış halda oldu. Adi Çin avtomobillərində yox, digər olan avtomobillərdə də o problemləri yaşadıq, şahidi olduq. O halda birinci növbədə zərər görən avtomobillər Çin maşınları olacaqdır. Onların izolasiya problemləri var ki, onları riayət eləmək lazımdır. Baxmaq lazımdır ki, gələcəkdə bu cür hallarla qarşılaşmayasınız. Təşəkkür edirəm. Tural Ustanın devizi etibar və güvən, Tural Ustanın keyfiyyətidir. Keyfiyyət də ki, göz qabağında. Təşəkkür edirəm hər birinizə. Tural Usta sizə dərin təşəkkürümü bildirirəm. Rubrikamızı burada sonlandırıram. Onu da qeyd edeyim ki, mənim qonağım Tural Avtoservis 023-ün rəhbəri və avtomobillər üzrə, bütün avtomobillər üzrə ekspert Tural Ustaydı. Sağ olun, görüşərik. Təşəkkür edirəm. Sağ olun. Övladı olmadığı üçün həyat yoldaşından boşanan, ölümünə imza atan, fanatının hədə qorxusuna məruz qalan xalq artisti kimdir? Bütün bunlar birazdan Magazin Plus'ta. Magazin Plus'da yenə də qardaş Türkiyədən gələn qonağımız Aygül Yürür. Həm şairə, həm Tempo TV-də aparıcı, hətta bəstələdiyi bir çox mahnıları Türkiyənin çox tanınmış müğənniləri ifa edirlər. Özü də bu yaxınlarda 2-3 belə klipləri var, YouTube'da da izləmişəm. Aygül Yürür, xoş gəlmisən. Necəsən? Hoş bulduk. Çok teşekkür ediyorum. Azerbaycanlı tüm sevenlerimi sevgiyle selamlıyorum. Deniz ve Gül kitabım
birinci kitabım, ikinci kitabım Ömür Çizgim ve Aygül'ün şarkıları albümümle tüm sevenlerime yüreğim yettiğince sanatımı icra etmeye çalışıyorum. Çok güzelmiş, çirkinmiş kime ne, kime ne? Ben onu çok seviyorum size ne, size ne? Sen benim sevgili yarimsin. Seviyorum bu kalp benim kime ne? Ve sizlerle olmak beni ziyadesiyle duygulandırdı. Daha nice konserlerimiz olacak inşallah hep beraber. Tempo TV'de Osman Öztekin'le canlı bir programınız var. Yeni başlamışsınız programa. Ve programda da çoxlu sənətçilər qonağınız olur. Yəni şairlər, sənətçilər. Yəni artıq 6-7 aydır televizyonda başlamışsınız sunucu olarak. Çətin değil ki sizə? Evet, değerli partnerim Osman Öztekin'le beraber bir yola çıktık. Sevenlerimizden de ziyadesiyle güzel övgüler alıyoruz. Bu ateşi söndüremem, dünyayı ters döndüremem. Bu ateşi söndüremem, bu dünyayı ters döndüremem. İntizarım gitmez yâre, arzu halım bildiremem. Magazin Plus'la tabii ki sevenlerimizle selamlıyoruz, referans oluyorsunuz ve mutluyuz bu şekilde. Aygül xanım, sizin çox mahnılarınız var ki, onu Türkiyənin çox tanınmış müğənniləri ifa ediblər, həm də bəstəkarsınız. Evet. Hansı mahnılardır diyebilirsinizmi? Şimdi ben evet sözler yazıyorum, söz bir anda besteye dönüşüyor. Mevlam'ın bana verdiği bir lütufla, öyle değil mi? Yemen, Çanakkale, Sarıkamış üzerine eserlerim var. Türkiyə, Azərbaycan hər zaman dostluğu davam edir. Bizim müğənnilərimiz sizdə gəlib səhnələrdə gözəl mahnılarını ərmağan edirlər. Yəni Türkiyədə mən olanda çox eşidirəm bizim mahnılarımızı. Elə Osman bəy də olmaz dedi, oxudu. Yəni çox sevilir. Bu yaxınlarda 23-ü mən Türkiyədə olanda nə gördüm? Orada bir dərnək var idi. Dərnəkdə bütün Azərbaycanın köhnə mahnılarını, yəni hər kəs orada əzbər bilir. Bu da məni çox sevindirdi. İnanıram ki, bu bizim qardaşlığımız, dostluğumuz həmişə davam edəcək. Bir kadın tanıdım. Yüreği masmavi bulutlar gibiydi. Gözleri Ela'yı anımsatan bir hayal. Teni güneşte başak yapmış buğdaylar gibi beyaz. Asaleti gölgesindekilerinin titreyişiydi. Təşəkkürlərimi bildirirəm. Sizlərlə sağollaşıram. Magazin Plus'da qonağımız qardaş Türkiyədən gələn Aygül Yürür. Çox gözəl bir xanım idi. Söhbət də çox xoş keçdi. Sizlərlə sağollaşıram. Seviyorum bu kalp benim kime ne? Seviyorum bu kalp benim kime ne? Övladı olmadığı üçün həyat yoldaşından boşanan, ölümünə imza atan, fanatının hədə qorxusuna məruz qalan xalq artisti kimdir? Bütün bunlar birazdan Magazin Plus'ta. Əslən Şalı olsa da özü Ağcabəddə doğulan Firəngiz Mütəllimova. Bugün çox tanınmış aktrisa olsa da valideynləri onun bu sahədə olmasını istəməyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alan Firəngiz xanım bəyin uğurlanması, Qaçaq Nəbi, Qocalar filmləri ilə tariximizdə qalıb. Bu Akü nə lazım? Bilmirəm. Az yeli gəlib iyi. Nə oldu? 4 gündür at belindən düşmür. Bu dağ mənim, o dağ sənin. Yox, soruşuram ki, nə oldu? Nə? Demək, yenə qayıdacaqsan ora.
Bu havurda Nəbiyə necə deyim ki, gözləyənim var? Deyə bilmirsən? Yox. Lap yaxşı. Apar məni özündən. Mən deyim ona. Razı olmaz. Yox. Onda mən də səndən qalaram orada. Mən apardım, sən də qaldın. O belə kişinin arasında. Bəs cəmaat mənə nə deyər? Lakin onu tanıdan Səni axtarıram televiziya tamaşasındakı Gülnar rolu olur. Sen senin özünde. Sen yaxşı qızsan görmərsən. Daim Yaşar Nuri ilə bir yerdə görünən Firəngiz xanım Yaşar Nurini gənclik sevgisi adlandırsa da, aralarındakı münasibətin həmişə səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu bildirib. Bir öten sevgini unuda bilsen, gönlümü sevginle avuda bilsen. Aktrisa bir dəfə evli olub, övladı olmadığı üçün ayrılıb. 2013-cü ildə başında yaranan ciddi problemlərlə əlaqədar Türkiyədə ağır əməliyyat keçirib. Hətta əməliyyatdan sağ çıxmamaq riskini belə sənədlə imzalayaraq qəbul etsə də əməliyyat uğurla nəticələnib. Mən o deyiləm ki. Yerdən çıxmamışam ki. 5 nəfər dostumuz var, 5 nəfər düşmənimiz. Yox, 5 nəfər dostumuz, 3 nəfər düşmənimiz. Ya əksinə 5 nəfər. Qonum, qonşumuz, atam, anam, o deyil ki. Yerdən çıxmayıblar ki. Firəngiz xanım tarixə fanatlarından ən çox məktub olan aktrisa kimdə düşüb. Hətta fanatının şantaj və hədə qorxusu ilə üzləşib. O, xalq artisti titulunu daşıyır və dövlət tərəfindən prezident təqaüdünə layiq görülüb. Maqazin Plusun çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına dərin təşəkkürümüzü bildiririk. Əgər siz də həm dadlı ləzzətli təamlar, dəbdəbə, təntənə, gözəllik axtarırsınızsa, gözümüz gözəlliyi görsün deyirsinizsə, məkanınız, seçiminiz Hollywood restoranı olmalıdır. Maqazin Plus'dan bu həftədə çatdıracaqlarımız bu qədər. Gələn həftə görüşmək ümidi ilə Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023.